Dünənə qədər həsrətlə baxdığımız Olca dağların ətəyində bugün artıq həyatın nəbzi döyünür. Amma bu dəfə söhbət təkcə quruculuqdan deyil, bu quruculuğun elmi təməllərindən gedir. Hər şey təhsillə başlayır. Bura gələcəyin müəllimlərinin yetişdiyi ocaqdır, pedaqoji fakültədir. Buradakı pedaqoqlar sadəcə dərs keçmir, həm də 30 illik fasilədən sonra Qarabağda böyüyən bir nəslin mənəviyyatını formalaşdırırlar. Parta arxasında oturan hər gənc isə sabahın azad və savadlı Azərbaycanının müjdəçisidir. 2024-cü ildə tədris ilinə başlayanda biz 4 ixtisasla başlamışdıq. Lakin bir il ərzində biz əməkdaşlarla bir yerdə, bütün pedaqoji heyətlə bir yerdə biz yeni proqramlar üzərində çalışdıq və 4 yeni proqram hazırladıq və bu 2025-ci ildə artıq bizim biologiya, kimya, tarix və coğrafiya müəllimliyi ixtisasları açıldı və yeni tələbələrimizi qəbul etdik. Proqramlarımızı biz Azərbaycan universitetlərində mövcud olan proqramlardan fərqli olaraq biz onları tamamilə fərqli formatda dizayn etmişik. Yəni deyək ki, kimyaçılar üçün, bioloqlar üçün, riyaziyyatçılar üçün, hətta ibtidai sinif müəllimliyində ixtisasında təhsil alan tələbələr üçün biz STEAM və STEM metodlarını əlavə etmişik. Bura isə humanitar və sosial elmlər fakültəsidir. Dilimiz, tariximiz və incəsənətimiz burada yenidən elmi süzgəcdən keçirilir. Bu fakültənin tələbələri Qarabağın hər daşındakı tarixi yaddaşı dünyaya öz dilimizdə, öz həqiqətlərimizlə çatdıracaq yeni intibahın elçiləridir. Qarabağda çalışmaq sözün açıq mənim üçün çox əhəmiyyətli bir neçə baxımdan. Ona görə ki, mən ilk pedaqoji fəaliyyətimdir. Digər tərəfdən bunun Qarabağ Universiteti 2001 universitet təsadüf eləməyi əlbəttə qürur vericidir. Çox yaxşı, yəni xüsusilə də şəhər fərqlidir mənim üçün, daha əvvəl yaşadığım yerdən, yəni başqa bir yerdir. Vaxtaşırı tələbələrlə dərsdən sonra da əlaqələrimiz davam edir. Yəni onlar nəyisə başa düşmürsə, biz maksimum çalışırıq ki, məsləhət saatı və sair üsullarla onlara məlumat veririk. Və nəhayət, müasir Qarabağın texnoloji gücü, mühəndislik, dağıdılmış şəhərlərin ağıllı şəhər konsepsiyası ilə bərpası məhz bu gənclərin çiyinlərindədir. Onlar sadəcə bina tikmir, Azərbaycanın mühəndis zəkasını dünyaya nümayiş etdirirlər. Yeni yollar, yaşıl enerji və innovasiya, Qarabağın sabahı bu cizgilərdə gizlənib. Növbəti illərdən artıq olaraq bizdə çox güclü laboratoriya bazası qurulacaqdır. Yəni tələbələrimiz təkcə kitablardan bilikləri, nəzər bilikləri öyrənməyəcəklər, həm də öyrəndiklərini universitetin içərisində tətbiq eləyəcəklər. Bu bizim üçün yeni imkanlar çalışır. Siz görürsünüz, burada da bizim laboratoriyamız işlək vəziyyətdədir. Yəni bizdə auditoriyada dərslər sadəcə dərs cədvəli üzrə olmur. İmtahan qabağı hətta tələbələrimiz var ki, saat 6-da 7-dən 6-7 arası bizim universitetdə çalışıb işləmə imkanları var. Biraz bundan öncə bir tələbə yaxınlaşıb mənə ki, bizim layihəmiz var, qurtarmalıyıq, axşam saat 9-a qədər mən universitetdə işləyə bilərəm. Universitet demək olar ki, tələbənin üzərində tamamilə açıqdır. 24 saat istəsə tələbə universitetdə işləyə bilər və buna bizim müəllimlərimiz, bizim bütün deməli, mühəndis texniki işçilərimiz kömək etməyə çalışırlar. Bəli, bura gələcəyin Qarabağıdır. Bir əlində kitab və qələm, digərində isə texnoloji yenilik tutan Azərbaycan gəncliyi bu torpaqlara əbədi qayıdıb.